Salam əziz şagirdlər. Bugün 5-ci sinif riyaziyyat kitabında ikinci hissəsindən səhifə 62-də olan ilkin yoxlama tapşırıqlarına baxırıq. 1-dən 7-yə qədər. Birinci tapşırıqda bizə deyir ki, hansı şəkillər kubun açılışına aiddir? Bu elə kubun özüdür, yəni açılışı deyil də, bu özüdür. Bu kubun açılışı ola bilər, bu ola bilər. Bu da kubun açılışı, yəni uyğun ola bilər. Kubun biz bilirik ki 6 dənə üzü var. 1, 2, 3, 4, 5, 6. Açanda da üst-üstə düşməlidir bu üzlər. Məsələn, burada da 1, 2, 3, 4, 5, 6 kubun açılışına aid ola bilər. Məsələn, buna baxsaq 1, 2, 3, 4, 5. Bu uyğun ola bilməz. Çünki kubun 6 dənə üzü olmalıdır. Bu digərləri də kubun açılışına aid ola bilər. İkinci tapşırığa baxaq. Açılış şəkillərinə uyğun fəza fiqurlarını müəyyən edin. Baxırsınız ki, bunun burada bu üzü ilə bu üzü üçbucaqdır. Digərləri isə düzbucaqlıdır. Baxın, burada gördüyünüz bu fiqura oxşaya bilər, fiqurdur. Yəni, bunun adı üçbucaqlı prizmadır. Prizma odur ki, oturacaqları müxtəlif çoxbucaqlı, amma yan üzləri paralleloqram olmalıdır. Yəni ki, bu fiqur üçbucaqlı prizmadır. Bu fiqur isə düzbucaqlı paralelipipedin açılışıdır, yəni bunun açılışıdır. Oturacaqları burada görürük. Yan üzləri başqa bir düzbucaqlı, digər yan üzləri də başqa bir düzbucaqlı. Yəni 3 dənə müxtəlif düzbucaqlı görürük. Deməli, bu oldu üçbucaqlı prizma. Bu da oldu düzbucaqlı paralelipiped. Keçək 3-cü tapşırığa. 3-cü tapşırıqda bizdə müqayisə etməyimizi istəyir. A variantında bizə deyir ki, 18 sm üstə gəlsin 20 mm. Biz bilirik ki 1 santimetrimiz 10 mm-dir. Ona görə 18-i vururuq ona. Üstünə də 20-ni gəlirik, bu 20-ni. 18-i ona vuranda 180, üstünə də 20 gələndə deyəcək 200 mm. Bəli, birinci tərəfin cavabı oldu 200 mm. Bunu buradan silək. Bu oldu 200 mm. Bu bir tərəfə baxaq. 230 mm çıxılsın 3 cm. Dedik ki 1 cm-imiz 10 mm-dir. 230 çıxılsın 3-ünü də vururuq ona ki millimetrə çevirək. 230-dan 30 çıxacaq, edəcək 200 mm. Bu hissənin də cavabı oldu 200 mm. Əlbəttə ki 200 mm 200 mm nədir? Bərabərdir. Keçək B variantına. B variantında 3200 mm üstə gəlsin 500 cm. Bu bir tərəfdə isə kilometr və metr verilib. Gəlin biz bunların hər birini metrə çevirək. Birinci baxaq. 1 metrimiz 100 cm-dir. 1 cm-imiz də 10 mm olduğuna görə 100-ü ona vuracaq, edəcək 1000 mm. Deməli 1 metrimiz 1000 mm-dir. İndi baxın. Biz hər birini bunu metrə çevirəcəyik. 3200 mm metrə çevirmək istəyiriksə, deməli biz bu millimetrdən metrə gedəndə artıq bölməliyik. 1000-ə böləcəyik. Bu da bizə verəcək 3,2 metr. 500 santimetrimiz santimetrdən metrə gedəndə 1 metrimiz 100 santimetr olduğuna görə santimetrdən metrə gedəndə 100-ə bölməliyik. Bu da bizə verəcək 5 metr. 3,2 metrin üstünə 5 metr gələndə bizə verəcək 8,2 metr.
Deməli bu hissənin cavabı oldu 8,2 metr. İndi bu hissəni hesablayaq. Biz bilirik ki 1 kilometrimiz 1000 metrdir. 0,78 kilometr hesablayanda bunu 1000'ə vuracağıq metrə çevirmək üçün. Bu da bizə verəcək 100'ə vuranda 78 780 metr. Bu 780 metr verdi. Bundan da 772 çıxmalıyıq. 780'dən də 772 çıxanda bizə verəcək 8 metr. Bu hissənin də cavabı oldu 8 metr. Əlbəttə ki 8,2 metr 8 metrdən böyükdür. Keçək C variantına. Millimetrlə verilib, metrlə verilib, santimetr və desimetr. Ən yaxşısı gəlin bunların hamısını santimetrə çevirək. 1 santimetrimiz 10 millimetrdir. Deməli millimetri santimetrə çevirəndə artıq ona bölməliyik. 2000 millimetr santimetrə çevirəndə ona bölməliyik. Bizə verəcək 200 santimetr. 0,4 metr. 1 metrimiz 100 olduğuna görə bunu 100'ə vurmalıyıq. 0,14 vurulsun 100. Bu da bizə verəcək 14 santimetr. Çıxma verib burada. 200'dən çıxıram 14. Bu da bizə verir 186 santimetr. Bu tərəfin cavabı oldu 186 santimetr. Bu tərəfə baxaq. 100 santimetr üstə gəlsin 7,6 desimetr. 1 desimetrimiz 10 santimetr olduğuna görə biz burada 7,6'nı ona vurmalıyıq. Yəni 100 santimetr üstə gəlsin 7,6 vurulsun 10. 7,6'nı ona vuranda 76 eləyir. 100'ün də üstünə 76 gələndə eləyəcək 176 santimetr. Bu tərəfdə oldu 176 santimetr. Əlbəttə ki 186 176'dan böyükdür. D variantında bizə 2,2 litr 2,2 litr üstə gəlsin 900 millilitr. 1 litrimiz 1000 millilitr olduğuna görə 2,2'ni vuraram 1000'ə edər 2200 millilitr. Bunun da üstünə 900 millilitr gəlirəm. Bu da bizə verər 3100 millilitr. Bu hissənin cavabı oldu 3100 millilitr. İndi digərini hesablayaq. 3 litr üstə gəlsin 112 millilitr. 3 litrimiz olacaq 3000. Üstünə də 112 gələcək. Eləcək 3112 millilitr. Bu da oldu 3112 millilitr. Burada hansı böyüdür? Əlbəttə ki 3112 millilitr daha böyüdür. Keçək 4-cü tapşırığa. Suallara cavab verin. Üçbucaqlı prizmanın üzləri hansı müstəvi fiqurdur? Üçbucaqlı prizmanın üzləri əlbəttə ki üçbucaq və parallelogram olacaq. Göstərə bilərik bunu məsəl üçün A variantında. Burayla birləşdirdik. Bu oldu bizdə üçbucaqlı prizma. B variantına baxaq. B variantında bizə deyir ki, tirinin uzunluğu 3 olan kubun həcmi nə qədərdir? Biz bilirik ki, kubun həcmi V bərabərdir A kubdur.
T'nin uzunluğu 3 olduğuna görə 3'ün kubunu tapacaq. Yəni 3'ü 3'ə vurub 3'ə vuracaq bir dəfədə. Bizə verəcək neçə? 27 kub santimetr. C variantına baxaq. Bir üzünün sahəsi 4 cm kvadrat olan kubun həcmi nə qədərdir? Bir üzünün sahəsi kvadrat olsa, deməli bir üzü kvadratda axı biz bilirik kubun. Sahəsi 4-dürsə, biz də bilirik ki, nəyini vuranda 4 eləyər? 2-ni. Deməli bunun tərəfi 2-yə bərabərdir. Bunun həcmini tap deyirsə, buradakı düsturdan istifadə edəcək. 2'nin kubunu hesablayacaq. 2 vur 2 vur 2. Bu da bizə verəcək 8 kub santimetr. D variantına baxaq. Hündürlüyü 4, uzunluğu 3, eni 2 olan düzbucaqlı paralelipipedin həcmi nə qədərdir? Düzbucaqlı paralelipipedin həcm düsturunu yadda saxlayın. Düzbucaqlı paralelipipedin həcm düsturu V bərabərdir A vur B vur C. Yəni hündürlük vur n vur uzunluq vur hündürlük. Bu 3 ölçünü bir-birinə vurmaq lazımdır. Burada da 4'ü 3'ə vurub sonra 2'yə vuracaq. Bu da bizə verəcək neçə? 24 metr kub. Keçək 5-ci tapşırığa. 5-ci tapşırığı çox diqqətlə dinləyin. Sizə çox maraqlı bir üsul öyrədəcəm. Bizə deyir ki, vahid kublardan düzəldilmiş fiqurun həcmini tapın. Bu fiqurun öndən, üstdən və yandan görünüşlərini çəkin. Bunun həcmini tapmağın çox asan bir yolunu göstərəcəm. Şəkillərini siz çəkəcəksiniz. Deməli, baxırsınız ki, burada 2 mərtəbəli bir kublar var. 2 mərtəbəlidir. Birinci mərtəbədə görürsünüz ki, bizə burada əsas nəyə fikir vermək lazımdır? Əsas fikir vermək lazımdır. Burada hansının üst hissəsi, yəni hansı kubların üst hissəsi görsənir. Yəni təpə nöqtəsi görsənməlidir. Yəni başı üstdən baxanda bu təpəsi görsənməlidir. Yəni baxıram burada. 1, 2, 3, 4, 5. Burada da 1, 2, 3, 4, 5. İndi baxın. Burada təpəsi görsənəndə neçənci mərtəbədədir? 2-ci mərtəbədədir. 1-ci mərtəbədə görsənənləri görmürəm deyə, yəni götürmürəm. 2-ci mərtəbədə görsənənlər 10 dənə, yəni kub var. 2-ni vururam 10'a. Cavab edir 20. Deməli burada 20 dənə kub var. İndi buna baxaq. Burada birinci mərtəbədə görürük ki, bir neçəsinin təpəsi, yəni üst hissəsi görsənir. 1, 2, 3, bir dənə də axırda var 4. Bunlar neçənci mərtəbədədir? Birinci mərtəbədə. Götürürəm 1'i vururam 4'ə. Eləyir 4. Keçirəm ikinci mərtəbəyə. İkinci mərtəbəni yazıram 2 vurulsun. İkinci mərtəbədə 1, 2, 3, 4 dənə kub görürəm. 2 vurulsun 4. Bu da edir 8. Sonra bu 4 ilə 8'i toplayıram. 4 üstə gəlsin 8 bərabərdir 12 edir. Bunun cavabı. C variantı çox asandır. Bunu saymaq olur da 1, 2, 3, 4 dənə kub var burada. D variantına baxaq. D variantında birinci mərtəbədə görə neçəsinin təpəsi görsənir? 1, 2, 3, 4, 5, bir dənə də burada var 6. Bunlar birinci mərtəbədədir. 1 vurulsun 6. Elədi 6. İndi ikinci mərtəbədə heç nə görsənmir. Üçüncü mərtəbədə bir dənəsinin təpəsi görsənir. Bu da üçüncü mərtəbədə olduğuna görə 3 vurulsun 1 yazıram. Bu da edir 3.
və bu 6 ilə 3-ü toplayıram. 6 üstə gəlsin 3 bizə verdi 9. Gəldi Y variantına. Y variantında birinci mərtəbədə 1, ikisinin təpəsi görsənir. Yazıram 1 vurulsun 2 bərabərdir 2. Bu birinci mərtəbə idi yəni. İkinci mərtəbəyə baxıram 1, 2. İkinci mərtəbədə də ikisinin təpəsi görsənir. 2 vurulsun 2. 2 vur 2. Bu da verdi 4. Üçüncü mərtəbəyə baxıram. Üçüncü mərtəbədə də ikisinin təpəsi görsənir. 3 vurulsun 2. Bu da elədi bizə 6. İndi bunları toplayıram. 2 üstəgəl 4 üstəgəl 6. Bizə verdi neçə? 12. Gələk F variantına. F variantında birinci mərtəbədə heç nə, yəni ki, təpədən hissəsi görsənmir. 1 vurulsun 0 bərabərdir 0. İkinci mərtəbəyə baxsaq 1, 2, 3, 4 dənəsinin təpəsi görsənir üstdən. 2 vur 4, 8. Üçüncü mərtəbəyə baxsaq 2 dənəsinin təpəsi görsənir. 3 vurulsun 2, 6. Sonra toplayırıq 0 üstə gəl 8 üstə gəlsin 6. Bizə neçə verdi? 14 verdi. Keçək 6-cı tapşırığa. 6-cı tapşırıqda bizə deyir ki, verilən fiqurları düzbucaqlı polipedə tamamlamaq üçün neçə vahid kub lazımdır. Deməli, A variantına baxsaq. Kubun həcmi n vur uzunluq vur hündürlüydür. Bunun eninə baxsaq 1, bir dənə də burada olmalıdır 2. Vurulsun. Uzunluğu 1, 2, bir dənə də burada olmalıydı 3. Vurulsun. Hündürlüyü də görürük 1, 2'dir. Burada 2'ye. Bunun həcmi 12'dir. Olmalı idi. Bəzi kublar çatışmır. Görək burada neçə dənə kub var. Bunu da tapmağın təzə üsulunu göstərdim sizə. Birinci mərtəbədə 1'in təpəsi görsənir. 1 vurulsun 1 bərabərdir 1. İkinci mərtəbədə 1, 2, 3, 4'ünün təpəsi görsənir. 2 vurulsun 4 elədi 8. 1 ilə 8'i toplayıram. Bu bizə verir 9. Deməli burada hal-hazırda 9 dənə var. 9 dənə kub var. Amma neçədən olmalıydı? 12 dənə. Götürürəm 12-dən çıxıram 9'u. Eləyir 3. Deməli burada 3 dənəsi çatışmır A variantında. Keçək B variantına. Burada da həcmi tapmaq üçün A vur B vurulsun C olmalıydı. Bunun eninə baxıram 1, bu da burada olmalıydı 2. Uzunluğuna baxıram 1, 2, 3, 4. Hündürlüyünə baxıram 1, 2. 2 vur 4, 8, 8 vur 2, 16. Deməli bunun həcmi 16 olmalıdır. Amma görək neçə dənə var. Yenə ölçürəm. Birinci mərtəbədə 1, ikisinin təpəsi görsənir. Yazıram 1 vurulsun 2. Keçirəm ikinci mərtəbəyə. İkinci mərtəbədə 1, 2, 3'ünün təpəsi görsənir. 2 vurulsun 3. Bu da bizə verdi 6. Götürürəm bu 2 ilə 6'nı toplayıram. 2 üstə gəlsin 6 bizə verdi 8. Neçədən olmalıydı? 16 dənə, amma var hal-hazırda 8 dənə. 16'dan çıxıram 8'i, olur 8. Deməli burada 8'i tamamlamaq üçün 8 dənə kub lazımdır. Keçək C variantına. C variantında V bərabərdir A vur B vur C. Eninə baxıram 1, 2. Uzunluğuna baxıram 1, 2, 3. Hündürlüyünə baxıram 1, 2, 3. 2 vur 3, 6, 6 vur 3, 18. Deməli bunun həcmi olmalıydı 18. Görək neçəsi çatışmır. Neçəsi var hal-hazırda. Birinci mərtəbədə 1, ikisinin təpəsi görsənir. Yazıram 1 vurulsun 2, elədi 2.
İkinci mərtəbədə bir dənə bunun təpəsi görsənir. 2 vurulsun 1 elədi 2. Keçirəm 3-cü mərtəbəyə. 3-cü mərtəbədə 1, 2, 3. 3-ü 3-ə vururam, eləyir 9. Sonra bunları toplayıram. 2 üstə gəl, 2 üstə gəl 9. Bizə verdi neçə? 13. Neçədən olmalıydı? 18 dənə. Götürürəm 18-dən bu 13-ü çıxıram. Bizə verdi 5. Deməli tamamlamaq üçün 5 dənə lazımdır burada. Keçək D variantına. D variantı həcm bərabərdir A vurulsun B vurulsun C. Deməli bunun eninə baxsaq 1, bir də burada olmalıydı 2 vurulsun. Uzunluğuna baxsaq 1, 2, 3 burada olmalıydı 3. Hündürlüyünə baxsaq 1, 2, bir dənə də burada 3. Bu da həmin fiqurdandır. Sadəcə çatışmayanları başqa cürdür deyə sizin gözdə başqa cür görsənə bilər. Bu da bizə verdi 18. Keçək indi görək bizim neçə dənə burada kubumuz var. Birinci mərtəbədə heç birinin təpəsi görsənmir. 1 vurulsun 0, 0. İkinci mərtəbədə bunun və bunun təpəsi görsənir. Yəni 2 dənə. Elədi 4. Üçüncü mərtəbədə 1, ikisinin təpəsi görsənir. 3 vurulsun 2, bu da bizə verdi 6. Götürürəm bunları toplayıram. 0 üstə gəl 4, üstə gəl 6. Bizə neçə verdi? 10. Neçə dənə olmalıydı? 18 dənə. 18-dən çıxıram 10-u. Neçəsi çatmır? 8 dənəsi çatmır. Və keçək Y variantına. V bərabərdir A vur B vurulsun C. Deməli, eni 1, 2 olmalıydı. Uzunluğu 1, 2, 3, 4 dənədir. Hündürlüyü 1, 2. 2 vur 4, 8, 8 vur 2, 16'dır bunun həcmi. İndi görək burada neçə dənə kub var. Birinci mərtəbəyə baxaq. Birinci mərtəbədə 1, 2, ikisinin təpəsi görsənir. 1 vur 2, 2. İkinci mərtəbədə 1, 2, 3 dənə təpə görsənir. 2 vur 3, 6. 2 ilə 6-nı toplayıram. Bizə verir 8. 16-dan da 8-i çıxıram. Deməli 8 dənə kub burada çatışmır. Keçək 7-ci tapşırığa. Yeddinci tapşırığın A variantına baxaq. Yaşıl rəngli sahəni hesablayın. Bunu götürüb buradan bölə bilərəm. Bunu buradan götürüb bölə bilərəm. 2 dənə düzbucaqlıya ayrılsın deyə. Bu hissə 6 olduğuna görə bu hissə də 6 olar. Bura 6 olanda burada neçə olar? 4 olar. Bunun sahəsini tapaq. Bunun sahəsi 3 vurulsun 4. Elədi 12. İndi bu kvadratın sahəsini tapaq. Eni 5-dir, uzunluğu 6-dır. 5 vurulsun 6, 30. 12 ilə 30'u toplayaq, versin bizə 42. A variantının cavabı oldu 42. Keçək B variantına. B variantında bunu buradan bölək. Bunu da buradan bölək. Deməli, görürsünüz bu hissəni 3 verib. Deməli, bu hissədə 3'dür. Eni 3, uzunluğu 3. Deməli, bu kvadratdır. Bunun sahəsini tapaq. 3 vurulsun 3, bizə verdi 9.
Burada da həmçinin 3 vurulsun 3 9. Gəldik bu fiqura. Buradan bura qədər 5'dir. Bu hissəsi 3 olduğuna görə onda avtomatik bu hissəsi 2 olur. Bura 2'dir. Uzunluğu da 10'dur. 2 vurulsun 10 verdi bizə 20. 9 üstə gəl 9 üstə gəlsin 20. Bizə verəcək 38. Keçək C variantına. C variantında gəlin bunu tamamlayaq. Gəlin bunu tamamlayaq. Beş budur, 10 budur. 5'i vuraram 10'a. Güya bütöv olsaydı bu yaşı bizim sahəmiz 50 olacaqdı. İndi nə edək? İndi buradakı sahələri çıxaq ondan. Baxın. Bu kvadratın sahəsi 2 vuru 2 4'dür. Bu kvadratın bu hissəsi 3'dür. Ümumi uzunluq 5'dir. Ümumi uzunluq 5'dir. Bu hissəsi 3'dürsə, onda bu hissəsi də 2'dir. Burada da 3'ü 2'yə vuraq. Bu da bizə versin 6. 4 ilə 6'nı toplayaq 10. 50'dən də 10'u çıxaq. Bizə versin 40. Bunun da sahəsi oldu 40. Bunun sahəsi də olmuşdu 38.